Herkese salam, kanalımıza xoş gəlmisiniz. Bugünkü videoda mən sizinlə milli mətbəximizdən çox ləzzətli, dadlı kələm dolmasının hazırlamasını bölüşürəm. Əgər siz də belə ləzzətli dolma hazırlamaq istəyirsinizsə, mütləq videonu sona qədər izləyin. Dolmanı hazırlamaq üçün kələmin baş hissəsini gördüyünüz formada kəsib çıxardıram. Belə etdikdə dolmalar çox gözəl alınır. Qaynayan suyun içərisinə duz əlavə edib, kələmi qazana yerləşdirirəm və 1-2 dəqiqə yaxşıca pörtlətirəm. Qeyd edim ki, kanalımda 3 il öncə də kələm dolmasının hazırlamasını paylaşmışdım. O zaman orada videonu səsli şəkildə etməmişdim. Bu dəfə istədim ki, videonu tam dəqiq ölçülərlə səsləndirim. Videonun açıqlama bölümündə reseptin dəqiq ölçülərini qramlarla qeyd edəcəm. Bu arada hələ də kanalımıza abunə deyilsinizsə, abunə olub videonu bəyənməyi unutmayın. Dəstək olan hər kəsə çox təşəkkür edirəm. Gördüyünüz kimi kələmləri mən pörtdüm. Videoda gördüyünüz kimi kələmin ortadan bərk hissəsini kəsib çıxardıram. Bu cür etdikdə dolmalar çox gözəl alınır. Kəsdiyimiz hissələri də atmırıq. Dolmanın altından qazanın içərisinə yerləşdirmək olar. Bu qayda ilə kələmlərin hamısını hazırlayıb yığdım. İndi isə keçirəm dolmanın ətini hazırlamağa. Dolmanı hazırlamaq üçün çəkilmiş 1 kiloqram dana əti götürmüşəm. 2 ədəd soğanı da ət maşından keçirtib əlavə etdim. 1 stəkan yumru düyü, duz, qara istiot, sarı kök, pul biber əlavə etdim. Və yarım stəkan kərə yağı əlavə edirəm. 1 yemək qaşığı tomat pastası. Xırda-xırda doğranmış göyərtləri əlavə edirəm. Qeyd edim ki, mən keşniş və şüd əlavə etdim. Və üzərinə yarım stəkan qaynar su əlavə edib qarışdırıram. Onu da qeyd edim ki, ədviyyatlar zövqə görədir. İstədiyiniz ədviyyatı əlavə edə bilərsiniz. Öz ağız dadınıza uyğun hazırlaya bilərsiniz. Mən bu cür hazırlayıram və hər zaman da çox gözəl alınır. Hər kəs də çox bəyənir. Əti hazırladıktan sonra başlayıram dolmaları bükməyə. Videoda da gördüyünüz formada dolmaları bükürəm. Dolmaların hamısını mən bükdüm, hazırladım. İndi isə qazana yerləşdirirəm. Öncə qazana kələm yarpaqları və kələmlərin içərisindən kəsib çıxartdıqlarımı yerləşdirirəm. Və üzərindən də dolmaları düzürəm. İndi isə dolmaların üzərindən əlavə etmək üçün 1 yemək qaşığı tomat pastası əlavə edirəm, duz əlavə edirəm, duru yağ və 1 stəkan su əlavə edib qarışdırıb dolmaların üzərindən əlavə edirəm. İstəyə görə tomat pastasını biraz yağda qovurub əlavə edə bilərsiniz. Bu dediyim kimi istəyə görədir. Bəzən pomidor da əlavə edirlər, heç tomat əlavə etmirlər. Necə istəyirsinizsə elə də hazırlaya bilərsiniz. Mən
özüm necə hazırlayıramsa, onu sizinlə paylaşdım. Və əlavə olaraq da 1 stəkan su da əlavə etdim yenidən. Dolmaların üzərindən boşqab yerləşdirib, qapağını örtüb, orta ateşdə nəzarət edərək dolmaları bişirirəm. Gördüyünüz kimi dolmalar çox gözəl bişiblər. Çox ləzzətli görünürlər. Göz haqqınızı halal edin. Hazırlayan hər kəsə nuş olsun. Videom əgər xoşunuza gəldisə, bəyənməyi, kanala abunə deyilsinizsə, abunə olmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun. Gələn videolarda görüşmək ümidi ilə.